Son illər Azərbaycanda yerli film istehsalında artım müşahidə olunur. Təkcə ötən il ərzində kinoteatrlarda 27 yerli film nümayiş etdirilib. Bu rəqəm ölkədə kino sahəsində aktivliyin artdığını göstərsə də, filmlərin tamaşaçı ilə görüşü hələ də arzu olunan səviyyədə deyil. Məlum oldu ki, Azərbaycanda 2025-ci ildə kinoteatrlarda bilirsiniz ki, 3 kinoteatr şəbəkəmiz var. Bu kinoteatrlarda 27 film nümayiş olunur. Bunlardan 5-i 2024-dən qalan, yəni 2024 istehsalı idi, 22-si isə 2025 istehsalıdır. Stabili ən azından yaxşıdır ki, yəni geriləmə yoxdur. Amma digər sahələrdə, yəni kinonun digər sahələrində də bir artım müşahidə olunur. Bu sadəcə kinoteatrların nümayişində gördüyümüz filmlərdir. 27 film. Festivallarda filmlərimiz iştirak edib. Bu il yeni mükafatlar, kino beynəlxalq və yerli sahədə kino mükafatları əldə etmişik. Günümüzdə yerli filmlərin daha geniş auditoriyaya çatdırılması üçün reklam kampaniyalarının gücləndirilməsi, festivallar və müzakirə platformalarının təşkili vacibdir. Ekspertlərin fikrincə, yerli kinoya marağın artması üçün tamaşaçı da məsuliyyət daşıyır. Yaxın keçmişə nəzər salsaq görərik ki, Azərbaycan filmin istehsalı olan Arşın Malalan 136 ölkədə nümayiş etdirilib. Babək filmi 60-dan çox ölkəyə satılıb. Həmçinin ayrı-ayrı illərdə uzaq sahillərdə istintaq davam edir. Arxadan vurulan zərbə, Bəxtiyar, O qızı tapın və digər filmlər uğurla nümayiş olunaraq böyük gəlir gətirib. Kinoteatr çox vacib amildir kino istehsalı üçün. Yəni, əgər kino kommersiya məhsuludursa bir tərəfdən, onun öz yaşamağını sürdürməlidirsə, təbii ki, kinonun əsas gəlir mənbəyi tamaşaçıdır, kinoteatrdır. Təəssüf ki, kinoteatrın sayının azlığı, tamaşaçıların azlığı bizdə buna mənfi təsir göstərir. Düçar olacaq. Ata, Allah bizi cəzalandıra bilər. Sən düzəltdiyin bu buru bizim tikdiyimiz buruqdan çox balacadır ya. Ötən il kinoteatrlarda 30-a yaxın yerli film nümayiş olunub. Təbii ki, bu rəqəm olaraq qulağa çox gözəl səslənir. Lakin kinoteatra daxil olarkən yerli filmlərə baxış ürək açandırmı? Əsas məsələ budur. Nizami Kino Mərkəzində biz əsasən ağırlığı vermişik Azərbaycan filmlərinə. Çünki bizim tamaşaçımız daha çox yerli filmlərə maraq göstərməyə başlayıb son dönəmlərdə. Hal-hazırda bizdə 5 yerli film nümayişdədir. Tağıyev 1 Neft, Tağıyev 2 Çar, Tağıyev 3 Sona filmləri və Qurd dişi və Dörd təkər filmləri. Öncəsində daha çox komediya janrına idi tələbat. Son Tağıyev filmlərinin nümayişə girməsi ilə tamaşaçıların marağı bioqrafik mövzulara da olduğunu biz gördük. Əslində problem filmlərin sayında deyil, filmə olan münasibətdədir. Çünki bəzən yerli film izləməyə gələn tamaşaçılar, izləyicilər məhz filmləri müqayisə etmək üçün gəlirlər. Biz Kino Mərkəzi olaraqdan yerli istehsalata dəstəyimizi bildirməyə çalışırıq və son dönəmlərdə də tamaşaçılar arasında apardığımız sorğular nəticəsində bu qərara gəlmişik ki, yerli tamaşaçı artıq Azərbaycan kinosunun keyfiyyətinin artdığını görür və buna görə də daha çox belə işlərə baxmaq istəyir. Kino bazarında tamaşaçıya onu əyləndirən, asudə vaxtını təmin edən, zövqünə cavab verən müxtəlif janrlarda məhsullar təklif olunur. Hətta dünyanın nəhəng kino fabriki Hollywoodun qızıl dövründə studiyalar konkret janrlar üzrə klassifikasiyalaşdırıldı. Paramount Pictures komediya, Universal Studio qorxu, Metro-Goldwyn-Mayer musical istehsalı ilə məşğul olub. Kommersiya filmlərinin qarşısında duran əsas tapşırıqsa budur. Sujet janrın stereotiplərinə, qanunlarına tabe edilməli, kütlənin maraqlarına cavab verən hekayələr qurulmalıdır. Bu prosesdə struktur, mahiyyət göründüyü qədər səthi deyil. Yerli filmlərə göstərilən diqqət əslində yerli hekayələrə və problemlərə göstərilən diqqətdir. Xanım Paşazadə, Zahir Zahidoğlu, Nuran Ələkbərli, Sevgi Əlizadə, Xavər Zahirova, Mədəniyyət xəbərləri.